Ha, şabaş. Bildiğimiz şabaş. Bəli. Yığılan şabaş Bəli. 3 nəfər arasında bölünüb Pərviz Bülbülə tərəfindən. Yalan doğru siz mənə deyirsiniz. Mən iddianı səsləndirim. 3 nəfər arasında bölünüb və sizi oyundan kənarlaşdırmaq istəyiblər. Yəni puldan kənarlaşdırmaq istəyiblər və siz... Niyyətləri yəqin ki, bəllidir də. Belə mi olub? Qoy belə bir şey deyim də. Əslində bu mövzu barəsində biz niyə bu mövzudan çox danışmaq istəmirəm? Bu mövzu bizim sənətimizə bir ləkədir. Həqiqətən də. Bu şəxsi fərdi məsələdir, amma sənətimizə ləkə vurur. Çünki qıraqdan baxan deyir ki, bu da meyxana deyənlər. Başa düşdünüz mü? Yox, ortada haqq tapdalamaq varsa... Amma məsələ haqdan gedirsə, bəli, mən sizinlə tamamilə razıyam. Məsələ haqdan gedirsə, mən əslində heç çox vallahi israrla bunu danışıram, heç istəmərəm danışım. Çünki biz necədir? Biz 2000-ci illərdən bir-birimizi tanıyırıq. Biz bir qabdan çörək yeyirik. 20 ildən çox. Başa düşdünüz? Yəni bu sənətdən mən də çörək qazanıram. Sən də çörək qazanırsansa, bir qazandan biz çörək yeyirik. Dəfələrlə bir məclisləri paylaşırıq. Dəfələrlə bir-birinin xeyrinə, şərinə yarıyırıq. Yəni bu içimizdən gəlir eləyirik. Amma yəni 5 manatla nə kimsə varlı olur, nə də kimsə kasıb olmur. Sadəcə orada bir aqresiya yaranır. Sənə qarşı olan bir haqsızlıq. O haqsızlıq qəbul olunmur. Heç bir tərəfdən. Bəlkə kimsə qəbul eləyər. Məsələn, mən qəbul eləmərəm. Söhbət, yenə də deyirəm, orada hansısa bir maddiyyatdan getmir. Hətta belə gedirsə, yenə qəbul eləmərəm. Yəni, mənə qarşı xoş münasibətdə olan bir insan, məni görəndə mənə qarşı xoş davranır, üzünü çöyrəndə, fürsət düşür, mən gəlirəm, o mənə qarşı hörmətsizlikdir. Gətirib, məsəl üçün, elə bir şey verirlər ki, qoyurlar ki, bu sənət çatacaq. O, bilirsiniz necə görsənir? Elə bir ki, mən sənətə bugün başlamışam və ilk dəfə toyda gəlib bunlarla düşmüşəm, meyxana demişəm. Hə, bu mənim üçün böyük bir fəxirdir ki, mən bunlarla. Onu mən təzə başlayanda, 16-17 yaşında meyxanaya başlayanda, gedirdim bizim böyük ustadlarımızın, Allah rəhmət eləsin, Məşəd Babayan, nə bilim, Allah can sağlığı versin, Ağa Mirzə, Allah şəfasını versin, Kərim. Mən onlarla bir məclisə düşəndə, hələ ağzım təzə-təzə söz tuturdu da, belə deyək. Mən orada pul qazanmağı fikirləşmirdim. Mənə orada hələ heç cibimə pul qoymasadılar, mənim üçün yenə də bir fəxr idi ki, mən bunlardan meyxana deyirəm. Axı, biz artıq o illəri itirmişik, o günləri vermişik, biz də özümüzə görə bir mövqedə dayanırıq. Bugün mən gəlirəm səninlə bir məclisdə iştirak edirəm, çıxanda mənə qarşı belə bir haqsızlıq. Sonra da danışanda da nəsə də, yəni biraz xoşa gəlməz. Anladım. Hə, biraz xoşa gəlməz haldır. Bilirsiniz, mən insan